Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun. Başlayaq sualların izahına. Sual 1. Hansı cümlədə cəmdə olan isim feilə aiddir? Variantımız olacaq A variantı. Baxın, cəmdə olan isim feilə aiddir. Kitablar genişləndilər. Burada da feil var. Burada da var. Burada da var. Burada da var. Amma sifət, cəmdə olan sifət feilə aiddir. Cəmdə olan sifət feilə aiddir. Cəmdə olan zərf feilə aiddir. Cəmdə olan əvəzlik feilə aiddir deyə digər variantlar olmaz. Variant A. Xəbər vəzifəsində işlənmiş hansı sifət isimləşmişdir? Baxın, biz normalda görmüşük ki, eşitmişik ki, sifət və yaxud da say birbaşa xəbər şəkilçisinin, xəbərlik şəkilçisini əlavə etdiyimiz zaman isimləşmə sayılmırlar. Çünki xəbərlik kateqoriyası sırf sifətin, ismin özəlliyi deyil də, sifətdə də var, sayda da var və s. O səbəbdən də birbaşa sifətə və saya qoşulan şəxsonluğu isimləşməni yaratmır. Amma biz həmin sifətin üzərində cəmdən, mənsubiyyətdən ya da nə bilim haldan sonra, daha sonra şəxsonluğu görürsə, o zaman həmin sifət, həmin say isimləşə bilər. Yəni, həmin sifət, adı gedən sifət birbaşa şəxsonluğunu götürmür ki, müəyyən kateqoriyanı götürəndən sonra ya cəm, ya mənsubiyyət, ya halı, o onsuz da isimləşir. O səbəbdən də həmin isimləşmədən sonraki vəziyyətdə istəsə əlbəttə ki, şəxsonluğunu götürə bilər. Cavabımız Y variantı. Baxın, bilikli sözü sifətdir. Bu sözə birbaşa şəxsonluğunu qoysaydım isimləşmə sayılmazdı. Amma cəm, mənsubiyyət, hal bunlardan birini qoyub daha sonra şəxsonluğunu qoysam, məhz bu hissəyə qədər isimləşmə sayılır deyə biz cavabı Y götürürük. Amma çalışqan birbaşa şəxsonluğunu götürüb, dünənki birbaşa şəxsonluğunu götürüb, yaralı birbaşa şəxsonluğu, önəmli birbaşa şəxsonluğu. Bir daha deyək, birbaşa şəxsonluğunu götürən sifət isimləşmə sayılmır. Cavab Y variantı. Mürəkkəb sifətin işləndiyi cümləni müəyyən edin. Cavabımız D variantı. Rəngbərəng, rəngarəng, növbənöv, cürbəcür bu tip mürəkkəblər sifət sayılır. Taybatay nə tərzdə? Günbəgün, bu da zərfdir. Yanbayan, bir də qaçaqaç isə isimdir. Deməli, taybatay, günbəgün, yanbayan zərflər oldu. Qaçaqaç isə isim oldu. Basabas, qaçaqaç, vur-havur, gəl-ha-gəl bunlar isimdir, yadda saxlayaq. Cavab D variantı. Sifətlərdən biri ismin xüsusiyyətini fərqli cür daşıyır. Cavabımız olacaq C variantı. Baxın, sifətlərdən biri ismin xüsusiyyətini fərqli cür daşıyır. Fikir verin, qırmızısını, çalışqanı, qoçağı, yaxşısını, bunlar da sifətdir və ismin xüsusiyyətini götürür. Amma hər biri ismin mənsubiyyətini götürür. Amma C variantı ismin cəmin götürür. Sual 5. Yarpaqların yavaş-yavaş titrədiyi parkda quşların səsləri təbiətə ahəng qatır. Cümləsinin təhlili lazımdır, sintaktik təhlili. Cavabımız olacaq D variantı. Nə edir? Ahəng qatır. Nəyə ahəng qatır? Təbiətə. Nə? Quşların səsləri. Yarpaqların yavaş-yavaş titrədiyi parkda. Aha, harada? Parkda. Hansı parkda? Yarpaqların yavaş-yavaş titrədiyi parkda. Cavabımız olacaq D variantı. Baxın, oradakı təbiətə sözünə hara sualını verməyin. Nəyə ahəng qatır? Təbiətə. Hansı cümlədə sifətin sualına da cavab verə bilən say işlənmişdir? Ümumiyyətlə, bu tip suallarda bilməlisən ki, söhbət hansı sualından gedir? Hansı sualı da, bəli, say olaraq sıra sayının sualıdır. Digərlərində fikir versəz, sıra sayı yoxdur. O səbəbdən cavabı Y götürürsünüz. 7 ilə davam edək.
İşğaldan azad olunmuş torpaqları görəndə bir Azərbaycanlı vətəndaşı olaraq əskərlərimizlə qürur duydum cümləsinin düzgün sintaktik təhlil sxemin göstər. Nə etdim? Qürur duydum. Mən qürur duydum, amma mən yoxdur. Deməli, bu cümlənin mübtədası olmayacaq. Bu da önəmli bir faktordur ki, görsən ki, xəbərlə uzlaşdıracağın bir mübtəda yoxdur, sadəcə sən bərpa eləmsən, deməli, heç həmin cümləndə heç mübtəda yox imiş. Bu qədər sadə. Cavab C variantı. Kimlə, əskərlərimizlə, nə vaxt, nə zaman qürur duymuşuq? İşğaldan azad olunmuş torpaqları gördüyümüz zaman. Nə tərzdə qürur duyduq? Bir Azərbaycanlı vətəndaşı olaraq bu tərzdə qürur duymuşuq. Zərfli, tamamlıq bir də xəbər olacaq. Hansı cümlədə zərfi əvəz edən əvəzli işarə əvəzlidir? Zərfi əvəz eləyən işarə əvəzlikləri elə və belə əvəzliyi sayılır. Cavabımız olacaq B variantı. Elə oxu ki, mən də eşidim. Nə tərzdə oxu? Səhər şəhərin küçələrində insanlar işə tələsir. Cümləsinin düzgün sintaktik təhlili. Nə edir? Tələsir. Kim tələsir? İnsanlar. Haraya tələsir? İşə. Nə vaxt, nə zaman tələsirlər? Səhər tələsirlər. Harada tələsirlər? Şəhərin küçələrində. Yəni, iki müxtəlif burada nə var? Zərfliyi var. Bax, bu hissələrdə iki müxtəlif zərfliyi var. Biri də buradadır. Cavabımız olacaq 9-da D variantı. Bax, bir sadə cümlədə nə qədər zərfliyi oldu? 3 ədəd. Deməli, cümlə üzvlərinin sayının, eyni cümlə üzvlərinin sayının çoxluğu cümlənin mürəkkəbliyinə, sadəliyinə baxmır. Əsas elə sən düzgün sualları ver ki, biləsən əsas məqsəd burada nədir? Hansı cümlədə təsriflənməyən fe'l quruluşca sadə deyil? Sadə deyilsə, ya düzəltmədir, ya da mürəkkəb. Cavab B variantı. Bax, mürəkkəbdir. Baxaq. Burada bəziləri deyəcək, bəs yasaq etdilər də var axı. Bu niyə mürəkkəb deyil? Biz təsriflənməyən formaya baxırıqsa, söhbət yazmağından gedir. O da sadədir. Oxuyanlar sadədir. Gülərək uşaqların oyununu izləyirdi. Gülərək fe'li bağlamadır və sadədir. Danışdıqlarım da sadə sayılacaq. Sual 11-lə davam edək. Sual 11. Hansı cümlədə məstər ona aid olmayan xüsusiyyət daşıyır? Məstərin özünə aid olmayan, xas olmayan xüsusiyyəti onun cəmlənməyidir. Elə bu cümləni yadda saxlasaz, variantın nə olduğunu görəcəksiniz, C olduğunu görəcəksiniz. Başqa heç bir funksiya yoxdur. Məsələn, fe'li sifətin də özünə xas olmayan xüsusiyyəti cümlə üzvü olaraq zərflik olmağıdır. Bəs fe'li bağlamanın özünə xas olmayan xüsusiyyəti demək olar ki, yoxdur. Cavabımız C variantı. 12. Hansı cümlədə zərf həvəslə sözü ilə quruluşuna və məna növünə görə eynidir? Həvəslə sözü quruluşuna görə necədir? Düzəltmədir. Həvəslə sözü məna növünə görə hansındadır? Tərzdədir. Tərz hərəkətdədir. Cavabımız D variantı. Əskərlərimiz düşmənə qarşı cəhdlə vuruşurlar. Düzəltmədir. Düzəltmədir. Tərs bildirir. Tərs bildirir. Qışda düzəltmədir, amma zaman bildirir. Tamamilə düzəltmədir, amma miqdar bildirir. Hərdən düzəltmədir, amma zaman bildirir. Yavaş-yavaş mürəkkəbdir və tərs bildirir. Variantımız D variantı. 13. Yer zərfi hansı cümlədə tamamlıq vəzifəsindədir? Cavabımız Y variantı. Haranı, yuxarını diqqətlə nəzərdən keçirmək lazımdır. Aşağı mərtəbəni, hansı mərtəbəni olacaq burada? Təyin. İndi, nə vaxt, nə zaman olacaq burada? Zərflik. Geriyə, haraya olacaq tamamlıq. İçəridən, haradan olacaq zərflik. Cavab Y variantı. 14. Yeni bacarıqlar öyrənmək insanı həm şəxsi, həm də peşəkar sahədə irəlilədərək inkişaf etdirir. Təhlil istəyir. Cavabımız Y variantıdır. Nə edir? İnkişaf etdirir. Baxaq. Aha.
Bir dəqiqə, inkişaf etdirir. Bəli, bir yerdə xəbər. Nə inkişaf elətdirir? Yeni bacarıqlar öyrənmək. Nə tərzdə inkişaf elətdirir? Həm şəxsi, həm peşəkar sahədə irəlilədərək. Baxın, burada müdavimlərimiz, tərkiblər var. Həm məsdər tərkibi, həm də fe'li bağlama tərkibi. Demişdik sizə. Demişdik ki, bunlara müstəqil təyin kimi baxmaq üçün gərək onların yanındakı isimləri nə olsun? Müstəqil olsun. Əgər bu yeni sözünün yanındakı ismi tərkibin daxilindədirsə, deməli yeni sözü də tərkibə daxil olur. Eyni zamanda insanı sözü də tərkibin içində olmuş oldu. Variantımız 14-də Y. Hansı cümlədə qoşma qoşulduğu çıxışlı hallı sözlə birlikdə cümlə üzvü olur? Variantımız A variantı. Baxın, qoşma qoşulduğu çıxışlı hallı sözlə birlikdə nə vaxt, nə zaman sualına cavab verən cümlə üzvü olur. Burada çıxışlığa qoşulmayıb, burada qoşulmayıb. Bir dəqiqə, burada da qoşulmayıb, burada da yoxdur. Burada da çıxışlığa qoşulmayıb. Davam edək. 16. Hansı cümlə aslı tərəfi hərəkətin obyektini bildirən söz birləşməsi ilə başlayıb? Cavabımız olacaq D variantı. Baxın, burada bir birləşmə var və hərəkətin obyektin bildirən bir birləşmədir. Görüş saatı, dağa çıxmaq, hər birimizin borcu, daha sonra Y variantında ümumiyyətlə birləşmə yoxdur. Məhz aslı tərəfdə nə olmalıdır? Hərəkətin obyekti. Bax, yəni hərəkət budur, bunun da obyekti budur. Digər variantlarda ümumiyyətlə hərəkət yoxdur deyə cavabımız elə D variantı olacaq. Bəli, fikir versəz, suallarımızın bir 4-ü 5-i sintaktik təhlilə aid oldu. Bu da o deməkdir ki, sizlə təzə keçmişik bu mövzunu və ümumiyyətlə təzə keçmədik. İmtahanın da elə ən azı 2, ən çoxu 3 sualı bu mövzu üzərindən olur. Daha öyrədici olsun deyə bundan sonraki sınavlarda əsasən bu mövzudan suallar görəcəksiniz. Bugün gördüyüm mənzərə həyatımın ən gözəl anlarından biridir. Baxaq, nə istəyir bizdən burada? Təhlil. Həyatımın ən gözəl anlarından biri 3-cü növ təyini söz birləşməsidir deyə götürdüm. Nə mənzərə, bu da mübtədadır. Hansı mənzərədən söhbət gedir? Bugün gördüyüm mənzərədən. Təyin, mübtəda, bir də xəbər bizim doğru variantımızdır. Mətndə hansı suala cavab yoxdur? Baxaq, ən sürətlə işləyən əzələ kirpikləri hərəkətə gətirən əzələdir. Biz dəqiqədə orta hesabla 20 dəfə göz qırpırıq. Göz qırpdıqda göz yaşı mayesi gözə paylanır və beləliklə göz zəruri yağlamanı azalır. Bu elə sürətlə baş verir ki, biz onu hiss etmirik. Gözə toz düşəndə də göz qırpırıq. Beləliklə biz gözümüzə düşmüş yağ cismi gözümüzdən çıxartmağa çalışırıq. Görək, nəyə cavab yoxdur burada? Ən sürətlə işləyən əzələmiz hansıdır? Var. Dəqiqədə neçə dəfə göz qırpırıq? O da var. Gözdəki zəruri yağlamanı necə alır? Bu da var. Gözdəki zəruri yağlamanı hiss edirik? Bu da var. Amma kirpikləri əmələ gətirən əzələnin adı nədir? Baxın, fikir versəz, əzələ adından ümumiyyətlə burada söhbət açılmır. Gələk o biri suala. Cümlələrin ardıcılığı ən çox istifadə olunan sual tiplərindən biridir. Baxaq. Birinci başlamaq istəyirəm buradan. Hasarımızdan içəridə siçanlar dolanırdı, amma onlar nədənsə mətbəximizə girmirdilər. Məlumat xarakterli birinci cümləmiz oldu, həmin cümlə. Daha sonra, bu bizi sevindirirdi, ancaq qonşularınkına girdikləri kimi bizimkinə də girərlər deyə tələlər qurduğumuz mətbəximizə niyə gəlmədiklərini anlaya bilmirdik.
Əslində sevinsək də siçanların sanki mətbəximizdə bir qüsur varmış kimi davranmalar bizi məyus edirdi. Məsələni daha da qəlizləşdirən odur ki, bizim ev qonşunun evindən qat-qat səliqəsizdir. Bizim mətbəximizdə daha çox yemək var, piştaxtaların üstündə daha çox qırıntılar və dolabların arxasına düşmüş daha çox çirkli soğan qabıqları var. Belə bir maraqlı parçalardan ibarət olan mətnini birləşdirdik və cavabımız olacaq C variantı. Baxın, birincisi qoyduq nəyi? 4'ü. Bir daha oxuyaq, başımız qarışmasın. Hasarımızdan içəridə siçanlar dolanırdı, amma onlar nədənsə mətbəximizə girmirdilər. Bu bizi sevindirdi, ancaq qonşularınkına girdikləri kimi bizimkinə də girərlər deyə tələlər qurduğumuz mətbəximizə niyə gəlmədiklərini anlaya bilmirdik. Əslində sevinsək də siçanların sanki mətbəximizdə bir qüsur varmış kimi davranmaları bizi məyus edirdi. Məsələni daha da qəlizləşdirən odur ki, bizim ev qonşunun evindən qat-qat səliqəsizdir. Bizim mətbəximizdə daha çox yemək var, piştaxtaların üstündə daha çox qırıntılar və dolabların arxasına düşmüş daha çox çirkli soğan qabıqları var. Baxın, məsələn, 3 ilə başlayan nümunələr var. Niyə biz durduğu yerdə məsələni qəlizləşdirmədən başlayaq ki, olmaz? Daha sonra, məsələn, 5 ilə, yəni bizim mətbəxə gələ bilməməyindən danışaq ki, daha sonra mətbəximizin üzərində olan yeməklərdən söhbət açaq da. Eyni zamanda, məsələn, 4 ilə başlayaq. Hasarımızdan içəridə siçanlar dolaşırdı, amma onlar nədənsə mətbəxə girmirdilər. Daha sonra niyə biz sevinirik ki, yəni cümlələrin ardıcıllığında bir bağ yoxdur. O səbəbdən həm cümlə nə ilə başlayacaq ona diqqət yetirin, həm də oradakı ardıcıllığın çoxunda alınmadığını görəcəksiniz. 20-ci sual sonuncu sualdır. Nöqtələrin yerinə ən uyğun fikri qoymalıyıq. Həyat bəzən gözlənilməz dönüşlərlə doludur. Hər birimiz fərqli yollarla irəliləyirik, lakin bu yolda qarşılaşdığımız çətinliklər bizi daha güclü edir. Bir gün dostumla uzun bir yürüyüşə çıxdım. Yolda gözəl mənzərələrə baxarkən bir anlıq dayandım və düşündüm. Həyatın mənası nədir? O an başa düşdüm ki, həyatın mənası yalnız uğurlarımızda deyil, eyni zamanda çətinliklərimizdə, sevinclərimizdə də, itkilərimizdə gizlidir. Cavabımız olacaq D variantı. Məsələn, həyatın müxtəlif mərhələlərində insanın özünü inkişaf etməsi uyğun deyil, yəni ən uyğun sırf mətndən çıxan nəticə olmalıdır. Həyatın gətirdiyi çətinliklərlə insanın iradəsini gücləndirməsi deyil, kiçik anlarda gizli deyil, bu heç uyğun gəlmir. Eyni zamanda bir öyrənmə prosesi deyil, bu da uyğun gəlmir. Baxın, elə burada yazılıb ki, hər birimiz fərqli yollarla irəliləyirik, lakin bu yolda qarşılaşdığımız çətinliklər bizi daha güclü edir. Ona görə də cavab D oldu ki, yalnız uğurlarımızda deyil, eyni zamanda çətinliklərimizdə, sevinclərimizdə və itkilərimizdə də gizlidir həyatın mənası. Belə əziz müdavimlər, ümid edirəm ki, suallar sizə izahları ilə birgə yararlı olur. Rəy bölməsindən nəticələrinizi yazarsınız.